Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Gəza rayonunun Muxaq kəndi ərazisində qeydə alınıb. Sərnişin daşıyan mikroavtobusla Mercedes Vito markalı avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi aşıb. Bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata əsasən marşrut avtobusu toydan çıxan qonaqları apararmış. Hazırda hadisə yerində araşdırma aparılır. Müğənni Çinarə Məlikzadə efirdə duyğusal anlar yaşayıb. Xəbər verilir ki, o göz yaşları töküb. Mərhum atası ilə bağlı xatirələrindən yada salan ifaçı hisslərinə hakim ola bilməyib. Qeyd edək ki, onun atası 2 il əvvəl 61 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.